Çox xoşdur ki, ləzgi özünə desin ki, mən ləzgiyəm, amma Azərbaycanlıyam. Yəni, Azərbaycan vətəndaşıyım. Talışam, amma Azərbaycanlıyam. Tatam, Kürdəm, Azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam. Türk də eyni şəkildə mən Türkəm deyəndə başqaları qısqanmamalıdır. Çünki bu ölkənin, bu dövlətin qurucu milləti türklərdilər. Və əgər bu günləri bir Azərbaycan ziyalısı, bir türkü, Azərbaycan türkü öz milli mənsubiyyətinin adını deyə bilmirsə, mən onun nə ziyallılığını, nə milliliyini qəbul edə bilmərəm. Bizə deyirlər ki, Azərbaycanın dövlətçiliyi tarixi olmayıb, siz elə 1998-ci ildə birinci dəfə bir cümhuriyyət qurmusunuz. Amma Azərbaycanın 5000 il bundan öncə dövlətçiliyi tarixi var və Azərbaycan adında dövlət olub. Ömrü az olub, çox olub, söhbət ondan gedmir. Amma bu tarixi fakt. Nədən biz bu haqda film çəkmirik? Yoxdur. Nədən biz Dərbənddən indi Fars körfəzi adlanır? Amma adı Kəngər körfəzidir. Kəngər körfəzinə qədər ərazisi olan Atabəylər dövləti haqqında nədən biz film çəkmirik? Nədən biz Şəmsəddin Eldəniz haqqında, Qızıl Arslan haqqında, Məhəmməd Cavab Pəhləvan haqqında film çəkmirik? Niyə görə biz Möminə Xatun kimi bir Azərbaycan qadını haqqında nədən biz film çəkmirik? Və bu bizə sizin dövlətçilik tarixiniz olmayıb deyənlərə ən ciddi şəkildə bir cavabdır. Atabəylər dövlətinin ordusu vardı, sərhədləri vardı, pul buraxırdı. Xəlifə xütbə oxuyurdu onların adına. Dünyanın yaradılmış ən kamil dövlət modeli olan Azərbaycan Səfəvi dövləti haqqında nədən bu da biz film çəkmirik ortalığa? Niyə çıxartmırıq bu filmləri ortalığa? Yanlış bir şey də var yanaşmalarda. Biz öncə Türk millətinin mənsublarıyıq, Türk millətiyik. 1000 illərin o başından bizi Türk kimi tanıyıblar. Azərbaycan Cümhuriyyətinə qarşı cinayət törətmiş, Azərbaycan Cümhuriyyətinin devrilməsində iştirak eləmiş insanlar haqqında bu günləri filmlərin göstərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə təhqirdir. Bizim bugünkü dövlətçilik ənənəmizə yaraşmayan hərəkətdir. Yanlışdır, kökündən yanlış bir şeydir. Yəni biz nə demək istəyirik? Biz şərqdə Azərbaycan türklərinin qurduğu ilk demokratik respublikanı devirən, ona qarşı düşmən münasibətdə olan insanları bu günləri biz necə biz çıxarda bilirik, efirlərimizdə onlar haqqında filmləri göstərə bilirik və biz nə demək istəyirik, bu nədir? Mən sadəcə olaraq bunu demək istəyirəm. Bu Azərbaycanı sevməyən, Azərbaycanın müstəqilliyini qəbul eləməyən, bu günlər o üçrəngli bayrağın dik dayanmasını istəməyən insanların bu gündə Rus imperiya təfəkkürünə xidmət eləyənlərin xidməti hesab edirəm və bunu xəyanət hesab edirəm.